Hər kəsə salam. Bugünkü dərsimiz məhlullar mövzusudur. Yadda saxlayın ki, bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanması prosesinə həll olma deyilir. Məsələn, şəkərin suda həll olması. Şəkərin hissəcikləri su hissəciklərinə qarışdı və həll olma prosesi baş tutdu. Həll olan maddələrlə və həll edicidən ibarət olan bir cinsli sistemə məhlul deyilir. Məsələn, həll olan maddə desəm, həll olan maddə. Götürürəm həll olan maddəni duz. Həll edicimizi su götürürəm. Alınan məhlul nə olacaq? Duzlu su qarışığı. Yenə də deyirəm, məhlul nəyə deyilir? Həll olan maddələrlə və həll edicidən ibarət bir cinsli sistemə məhlul deyilir. Deməli, lap qısa şəkildə yazsam, M həll olan, üstə gəlsin M həll edici bərabərdir məhlul. Bu da məhlulun formulu. Məhlulların ilk öncə keçmək istəyirəm aqreqat halına. Məhlulların 3 aqreqat halı mövcuddur. Bərk, maye, qaz. Bərk, maye, qaz. Bərk məhlul dedikdə metalların bir-birində həll olunmasından alınan çuqun və yaxud polad nəzərdə tutulur. Bu metallar digər metalların qarışmağından alınır. Yəni, qarışıqdan alınan metallardır. Maye məhlul dedikdə duzların, turşuların suda məhluludur. Qaz dedikdə isə təbii ki, havanı nəzərdə tutulur. Hava məhlul dedikdə azot, oksigen və başqa qazlardan ibarət olan hava nəzərdə tutulur. İndi isə keçid alırıq müəyyən həcm həll edicidə həll olan maddənin miqdarına görə məhlulların növlərinə. İlk növümüz olacaq doymamış. İkinci növümüz olacaq doymuş. Üçüncü növümüz isə olacaq ifrat doymuş. Doymamış dedikdə nə nəzərdə tutulur? Müəyyən temperaturda həll olan maddənin əlavə miqdarının həll ola bildiyi məhlul. Deməli, doymamış məhlulda əlavə miqdar həll ola bilir. Doymuş dedikdə isə müəyyən temperaturda həll olan maddənin daha həll ola bilmədiyi məhlul, yəni əlavə miqdarın həll ola bilmədiyi məhlula biz doymamış deyirik. Əlavə miqdar həll ola bilmir. İfrat doymuş dedikdə isə doymuş məhlulu qızdırıb əlavə maddə həll edərək temperaturu başlanğıc vəziyyətdə gətirdikdə alınan məhluldur. Baxın, doymuş məhlulu yalnız qızdıran zaman ona əlavə miqdar həll edəsək, əlavə edəsək, bu zaman həll ola bilirsə, biz buna ifrat doymuş deyəcəyik. Yəni, yetəri qədər artıq doyub. Məsəl üçün, deyirləri biri boğazıma qədər yedim, boğazıma qədər doydum. Yəni, ifrat şəkildə doymuş mənasına gəlir. Yəni, doymuş məhlul nədir? Əlavə miqdar həll ola bilmir. Amma biz bu əlavə miqdarla birlikdə doymuş məhlulu qızdırıb, üstünə yenə də həmin maddədən əlavə edəsək, bu maddəmiz alınacaq ifrat doymuş. Sonra təbii ki, qatı və duru məhlullar anlayışı var. Qatı nədir, duru nədir, bunu izah edeyim. Məhlulun müəyyən həcmində, otaq temperaturunda suda yaxşı həll olan maddələrin, məsəl üçün deyirəm, suda yaxşı həll olan maddələrimizdən HNO3, natrium xlor, yəni xörək duzu, sonra şəkər ola bilər. Məhlulun müəyyən həcmində, otaq temperaturda suda yaxşı həll olan maddələrin doymuş məhlulları qatı məhlullar adlanır. Amma suda az həll olan maddələrin doymuş məhlulu isə, məsəl üçün, suda az həll olan, nisbətən həll ola bilməyən maddələrdən kalsium sulfat. Suda həll ola bilmir çox zaman. Bu isə duru məhlul adlanır. Yəni, axı suda həll ola bilmir. Fikir verin, məsəl üçün, şəkəri mən müəyyən qədər suya qatsam, həll edirəm, su əvvəlki duruluğunu itirir. Su əvvəlki kimi dupduru ola bilmir. Su biraz qatı şəkildədir, şirə şəklindədir. Başa düşdünüz? Amma kalsium sulfat kimi daha az həll olan maddələr isə suyun duru qalmasına imkan yaradır. Yəni, su duru qalır. Biz ona görə deyirik duru məhlul. Növbəti hissəmiz isə 1000 ml suda. 1000 ml bərabərdir 1 litr. 1 litr suda həll olmasına görə maddələrimiz 3 yerə bölünür. Yaxşı həll olan, az həll olan, praktiki həll olmayan. Yaxşı həll olan maddələrimiz suda 10 qramdan çox şəkildə götürüldükdə həll ola bilir. Yəni, suda 10 qramdan çox həll olur. Az həll olanlar isə suda 10 və 0,1 qram həll olur. 10 qram həll olur. Praktiki həll olmayanda isə 0,1 qramdan az həll olur.
Yəni həll olmur. Həll olmayan maddə nə yaradır? Çöküntü yaradır suyun dibində. Məhlullar dərsimizdə əsas anlayışlardan biri də həll olma əmsalıdır. Nədir həll olma əmsalı? Müəyyən temperaturda 1000 milli, yəni 1 litr həll edici olaraq onsuz da bilirsiniz ki, əsasən su götürürük. Həll olan maddənin maksimum kütləsinə həll olma əmsalı, yəni həll olma əmsalı işarə olunur KH ilə deyilir. Müəyyən temperaturda 1000 milli həll edicidə həll olan maddənin maksimum kütləsinə həll olma əmsalı deyilir. Necə hesablayırıq biz bu həll olma əmsalını? KH bərabərdir həll olan maddənin kütləsi bölünsün həll edicinin həcmi vurulsun 1000. Vahidimiz isə qram bölü litrdir. Əgər suyun miqdarı, yəni həll edicimizin miqdarı 1 qram bölünsün millilitr olduğundan bizdə M su bərabər olacaq V suya. Və bunu qeyd etmək istəyirəm ki, maddələrin həll olma əmsalı təzyiqdən və temperaturdan asılı olaraq dəyişə bilir. Məsələn, əksər bərk maddələrin, məsələn duzların suda həll olması endotermik proses qəbul olunduğundan temperatur artdıqca həll olması artır. Qazların suda həll olması adətən eksotermik proses olduğundan isə temperatur artdıqca onun həll olması azalır. Yəni mən yazıram həll olma əmsalı və temperaturdan asılılıq çəkirəm. Bərklərdə dedik ki, həll olma neyinir? Artır. Bu bərk qrafikdir. Amma qazlarda isə azalacaq. Bəs təzyiq necə təsir edir? Qazların suda həll olması təzyiqlə düz mütənasibdir. Təzyiqi artırdıqda qazların suda həll olması da artacaq. Amma bu təzyiqə bizim bərk maddələrimizə təsir eləmir. Yadınızda saxlayın ki, onsuz da təzyiq anlayışı qazlara aid olan bir anlayışdır. Bu səbəbdən biz çəkirik yenə həmin qrafiki. Bu zaman təzyiqdən asılılığı çəkirik. Qazlarda dedik ki, artdı. Bu qazın qrafiki olsun, amma bərklərə isə təsir eləmədi. Bu şəkildə vacib qaydalardan biridir. Qəbul imtahanında tez-tez qarşımıza çıxan qrafiklərdəndir. Yadda saxlamağımız tövsiyə olunur. Və gəlirik növbəti hissəyə. Biraz düsturları çox olan hissədir, amma məncə maraqlı və asan hissələrdən biridir. Məhlulların qatılığının ifadə üsulları. İlk öncə biz keçirik həll olan maddənin kütlə payına. Ümumiyyətlə kütlə payını biz kimya ilkin anlayışlarında bəzi məsələlərdə tətbiq edib öyrənmişdik. Yenə də bunun üzərindən təkrar keçək. Kütlə payı necə işarə olunur? Omega ilə. Omega bərabərdir M həll olan maddə, yəni həll olan maddənin kütləsi bölünsün M həmin həll olan maddənin yerləşdiyi məhlulun kütləsi vurulsun 100%. Faiz də ifadədir. Məhlulu necə tapırdıq? Məhlul da bərabərdir həll edici üstə gəl M həll olan. Sonra isə həmin kütlə payının həll olma sabiti ilə olan ifadəsi var. Omega bərabərdir KH bölünsün. KH üstə gəl 1000 vurulsun 100%. Bəs biz bu düsturdan həll olma əmsalını necə taparıq? KH o zaman bərabər olacaq. Omega bölünsün 100 çıxılsın. Omega vurulsun 1000. Bu da həll olma əmsalının düsturu. Əgər məhlulun həcmi verilərsə, o zaman bizim sıxlığımız nə olacaq? M bölünsün V. O zaman M necə tapılacaq? Rho vurulsun V şəklində. O zaman neyniyərik? Omeganı faizlə ifadə eləsək, bu M maddədir, yəni həll olan maddədir. Qısa şəkildə yazıram. Məhlulun kütləsini necə tapdıq? Rho vurulsun V. Rho vurulsun V vurulsun 100%. Sıxlıq verilərsə və yaxud da məhlulun həcmi verilərsə, bu şəkildə tapmağınız mümkündür. İndi isə keçirik məhlulun qatılığının dəyişməsinə. Bizim bir bərabərliyimiz var ki, M1 vurulsun omega 1 bərabərdir M2 vurulsun omega 2. Çünki omega ilə kütlə düz mütənasib asılıdır və o bərabərlikdən bu düsturu çıxır. Əgər məhlula su əlavə etdikdə nə baş verir? Təbii ki, məhlul durulaşır, yəni qatılıq azalır. Bu zaman bu düsturumuz, bu bərabərliyimiz bu hal alacaq. M1 omega 1 bərabərdir M1 üstə gəlinsin. M su əlavə eləmişik çünki. Vurulsun omega 2. Daha sonra, əgər biz məhluldan su buxarlandırsaq,
Su buxarlansa nə baş verir? Təbii ki, qatılıq çoxalır. Yəni duruluq artıq gedir, yoxa çıxır, qatılıq artır. O zaman düsturumuz bu hal alacaq. M1 omega 1 bərabərdir. M1 çıxılsın M su, çünki suyu buxarlandırmışıq. Vurulsun omega 2. Hər hansı maddə məhluluna həmin maddədən əlavə eləsək, bizim son qatılığımız bu şəkildə hesablanacaq. Həmin maddədən əlavə eləsək, olacaq M1 omega 1 üstə gəlinsin. M2 vurulsun 100 bərabərdir. M1 üstə gəl M2 vurulsun omega son. Bu da bizim son məhlulun qatılığının hesablanmasıdır. İkinci bir maraqlı üsul deyəcəm. Buna xaç üsulu deyirlər, çarpaz üsulu da deyirlər və yaxud da paket üsulu da deyirlər. Kitablarda adları dəyişir, amma mən həmişə xaç üsulu demişəm. Qarışdırılan məhlulların kütlə nisbətini müəyyən edirik. Bunun üçün biz omega son yazırıq tam mərkəzə. Bunun kənarlarından x-ə bənzər xəttlər çıxarırıq. X oxşuyur belə vizual olaraq. Bura omega 1 yazırıq. Bura isə omega 2-ni. Bu hissələrə isə yazırıq omega son çıxılsın omega 2. Təbii ki, burada omega son böyük olmalıdır omega 2-dən. Böyük deyilsə, omega 2-dən omega sonu çıxa bilərsiniz. Digər hissəyə isə omega 1 çıxılsın omega son yazırıq. Təbii ki, burada da omega 1 əgər omega sondan böyükdürsə, bu şəkildə yazılacaq. Və bu düstura əsasən biz qarışdırılan məhlulların kütlə nisbətini necə tapırıq? M1 bölünsün M2 bərabərdir. Omega son çıxılsın omega 2, omega 1 çıxılsın omega son. Bu da bizim kütlə nisbətinin tapılmasıdır. Bir çox üsuldan istifadə edə bilərsiniz. Məsələ həllində uşaqlar heç düsturdan da istifadə eləmir. Başqa məntiqi yollar da tapa bilir. Buna görə məhlullar dərsini nisbətən asan qəbul edirəm ki, bir çox üsulu var hesablamağın. İndi isə gəlirik malyar qatılıq. Malyar qatılığı artıq biz maddə miqdarından nisbətən üzərindən keçmişik. Amma məhlullar dərsinin əsas hissəsini təşkil elədiyi üçün yenə də izah etməliyəm. Malyar qatılıqda bizim malyar qatılığımız C hərfi ilə işarə olunur və yaxud da CM də işarə edə bilərsiniz. Və düsturumuz nü bölünsün V-dir. Bunu bilirik. Vahidimiz mol bölünsün litrdir. Və yaxud da birbaşa böyük M hərfi də vahid ola bilər. Və nü bərabərdir M olduğunu bilirik maddə miqdarının əsas düsturlarından biri. Bu zaman bizim malyar qatılığımız bərabər olacaq M bölünsün, böyük M vurulsun V. Və daha sonra isə malyar qatılıqlı məhlulun üzərinə biz su əlavə eləsək, yəni məhlulumuz durulaşsa, bizim belə bir bərabərliyimiz ortaya çıxır. C1 V1 bərabərdir, C2 vurulsun, V1 üstə gəl V su. Bu da durulaşmış məhlulun malyar qatılığı. Amma su buxarlandırsaq, bayaqki düsturlara oxşuyur. C1 V1 bərabərdir, C2 vurulsun, V1 çıx V su. Bu da məhlulumuz qatılaşdıqda malyar qatılığının hesablanmasıdır. Dərsimiz bu qədər idi. Biraz düsturlar çoxdur. Bu səbəbdən videoya baxaraq qeydlər aparmağınızı tövsiyə edirəm. Videoya yaxud da təkrar baxmağı tövsiyə edirəm. Çalışdıqca videoları qısa şəkildə tutmağa çalışıram ki, diqqət pozğunluğu yaşayan şagirdlər faydalana bilsin. Və yaxud da videolara necə baxmanızı tövsiyə edirəm. Videoları yükləyin. İnternetsiz olan zaman, yolda gedən zaman və yaxud da işıqlar sönən zaman bu videolara baxaraq vaxtınızı dəyərləndirə bilərsiniz. Başqa tövsiyəm odur ki, bu mövzu tez-tez unudulan mövzulardandır. Çünki yetəri qədər çox düstur yazmışıq və bu səbəbdən tez-tez təkrar eləməyinizi tövsiyə edirəm. Oldu, inşallah videomuz bəyənilər. Gələn mövzularda görüşənədək sağ olun.